Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. İmtahana hazırlaşan, MİQ və sertifikasiya ibtidai imtahanı verən müəllim və müdavimlər üçün növbəti sınavımızı təqdim edirik. Birinci sualımız: 1/4 hissəsi dolu olan qaba tili 4 sm olan kub formalı vedrə ilə 6 dəfə su tökdülər. Su töküldükdən sonra qabın 1/4 hissəsi doldu. Qabın həcmi vedrənin həcmindən nə qədər çoxdur? Və diqqətlə baxın, 1/4 hissəsi doludur bunun, düzdürmü? 1/4 hissəsini mən onluq şəklində yazmağın tərəfdarıyam ki, hesablamam rahat olsun. Yazmasaz da olar, fərqi yoxdur. Yəni istəsəz adi bu kəsirli formada da saxlaya bilərsiniz. İki yolunu da göstərəcəm. 1/4 hissəsi doludur. Buna tili 4 olan kub formalı vedrədən 6 dəfə su tökdülər. Vedrənin tili 4-dürsə, V bərabərdir. Həcmin tapıram. Baxın, içinə su doldurulubsa, içərisinə nəsə bir doldurulma bir prosesi baş verirsə, bu onun həcmi ilə bağlıdır. Yəni 4 vurulsun, 4 vurulsun, 4-ü bir-birinə vuranda vedrənin həcmi 64 sm kubudur. Yazdım bunu. Və 6 dəfə su tökülüb. 64-ü vuracam 6-ya. 64-ü də 6-ya vuranda 384. İndi fikir verin. Bunu şəkillə də göstərə bilərik. Düzdür, imtahanda düşən sualda kəsirlər bu qədər belə deyək də sadə kəsir verilməmişdi. Məsələn deyirəm 5-də 2-si tutaq ki, nə bilim 12-də neçəsisə belə verilmişdi. Yəni siz orada onun şəklini çəkə bilməyəcəksiniz imtahanda. Bu sualda şəkil çəkmək olur deyə bunda əlavə olaraq şəkilli izahını da verəcəm. Amma əsl yolunu bilməyinizi istəyirəm və əsl yolunu deyirəm. 1/4 hissəsi doludursa, buna yazırıq ki, 1/4 x-i doludur. Üstəgəl 6 dəfə su tökəndə 384 tökülür. Bərabərdir 4/3 hissəsi dolur. Yəni 4/3 x-i dolmuş olur. Bu qədər sadə. İndi bunu məxrəcdən azad edib x-i tapacağam. Hər birini 4-ə vururam. Vur 4, vur 4. Bu eləyir x. Üstə gəlinsin. 384-ü vuracam 4-ə. 1536. 4-lər getdi, qaldı 3x. 1536 bərabərdir. 3x-dan x-i çıxacam. 1536-nı böləcəm nəyə? 2x-a. Deməli, x bərabərdir 1536 böl 2. 768 elədir. Deməli, tapdıq ki, x-in qiyməti, yəni qabın həcmi 768-dir. Vedrənin həcmi nə qədər idi? Bayaq tapmışdıq, 64-dür. Nə qədər çoxdur deyir. 768-dən çıxacam 64-ü. Eləcə 704. Doğru cavabımız olacaq C variantı 704-ə bərabər. Bu sual 2025-ci ildə imtahanda olmuş sual tipidir. Şəkillə necə göstərə bilərdik bunu? Əslində, yenilirəm, bu sualda şəkil çəkmək mümkün olur. Amma imtahandakı sualda şəkil çəkmək mümkün deyildi. Çünki kəsirlər fərqli verilmişdi. 1/4 doludur. Nə qədərsə su tökəcəm və 4/3-ü dolacaq. Deməli, mənim tökdüyüm su 1/4-dən 4/3 yaradırsa, bu iki hissəni, yəni bu iki pay var ha, bu iki payı göstərir. Yəni bu iki hissə birlikdə nə qədərdir? 384. Yəni 2 dənə hissə. 1/4 var idi. 384 tökdüm, 4/3 oldu. Deməli bu 384 2 dənə payı göstərir. Bir pay var idi. 384 tökdüm, 3 pay oldu. Deməli 2 payı da həmin 384. 384-ü 2-yə bölərəm. 1 pay taparam. 384-ü 2-yə böləndə eləyir 192 və 4 dənə hissə olduğuna görə 192-ni 4-ə vuraram. Təbii ki, bu da eləyəcək 768. Yəni, yenə eyni cavaba gəlib çıxırıq ki, 768 qabın həcmi, 64 vedrənin həcmi, fərqi 704-ə bərabərdir. İkinci sualımız, bu arada videomuzu bəyənin və paylaşın. Videoya baxanların sayı məsələn 3000, 4000 olur, amma bəyənənlər 300-400 olur. Əgər bu video sizin üçün faydalıdırsa və imtahana qədər bu sınavlardan faydalanmaq, yararlanmaq istəyirsə, rəy bölməsinə üstəgəl qoyun. Bu sınavların Azərbaycan dili və kurikulumda var. 3 və birlikdə imtahan balınızı bilmək istəyirsinizsə, bu sınavları MİQ ibtidai imtahanından öncə mütləq şəkildə işləyin. Əgər sınağı əldə etmək istəyirsiniz, 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz və yaxud da bu videonun rəy bölməsinə ödənişsiz WhatsApp kanalımızın linkini yerləşdiririk. Həmin kanaldan keçid eləyə bilərsiniz. İkinci sual. Üçbucağın bir bucağı düz bucağın 3'də 2'sidir. Düz bucaq 90 dərəcədir. 3'də 2 hissəsi olacaq 60 dərəcə. Digər bucaq açıq bucağın 6'da 1'i. Açıq bucaq 180 dərəcə, 6'da 1 hissəsi 30 dərəcədir. Və bu üç bucaq avtomatik olaraq düz bucaqlı üç bucaq olur. Niyə? Çünki bir bucağı 30-dursa, bir bucağı 60-dırsa, ikisi birlikdə 90 elədir. Üç bucağın daxili bucaqların cəmi 180-dir. 180-dən 90 çıxanda 3-cü bucağa qalan bucaq 90 dərəcəli bucaqdır. Əgər bunu bucağa görə adını soruşsa, mən buna düz bucaqlı üç bucaq deyəcəm. Yox, tərəflərinə görə soruşursa, təbii ki, bu müxtəlif tərəflidir. Əgər bucaqlar bir-birindən fərqlidirsə, tərəflər də bir-birindən fərqli olur. Yəni, üç bucağın 3-cü bucağı 90 dərəcədir və üç bucaq müxtəlif tərəfli üç bucaqdır.
Müxtəlif tərəfli sözü olmasaydı, bəli, düzbucaqlı, üçbucaqlı yaza bilərdilər. Yəni, üçbucaqlar bir bucaqlarına görə təsnif olunur, bir də tərəflərinə görə. Bucaqlarına görə soruşsaydı bunu, yəni onu soruşmayacaq, üçbucağın növünü bucağa görə deyin. Sadəcə şərtlərdə ya düzbucaqlı üçbucaq verər, ya da müxtəlif tərəfli. Yəni, ikisindən birini vermiş olar. Bu da müxtəlif tərəflini verib, ona görə E variantı bizim cavabdır. Üçüncü sualımız, eni 6, uzunluğu 8, hündürlüyü 5 olan kuboiddən belə bir kuboid kəsib götürdülər. Qalan fiqurun həcmi. Həcm sualları ən rahat suallardır. Verilmiş fiqurun həcmini tapmaq üçün en, uzun və hündürlüyü bir-birinə vururuq. 5 vur 8 vur 6 eləyir 240. Sonra kiçik kuboidin həcmini tapmaq üçün 2 vur 3 vur 4 eləyirik. Bərabər. 2-ni vurdum 3-ə, vurdum 4-ə. Bu da elədir 24. Və kəsib götürürüksə fiqurun həcmi azalır. Böyük fiqurun həcmindən kiçik fiqurun həcmini çıxıram. Cavabımız da edir 216. Doğru cavab A variantına bərabərdir. Dördüncü sualımız, bu arada bizim yüksək nəticələrimizlə tanış olmaq istəyirsinizsə, Ağabəyli Saməddin Instagram hesabına, FES Akademi Instagram hesabına keçid edərək siz də yüksək nəticələrimizdən həm bilgi üzrə, həm sertifikasiya üzrə müdavimlərimizdən tanış ola bilərsiniz. Dördüncü sualımız, aralarındakı məsafə 252 km olan velosiped və motosiklet qarşı-qarşı yola çıxır. 3 saat sonra onlar arasındakı məsafə 72 km idi. Velosipedin sürəti motosikletin sürətindən 2 dəfə azdır. Deməli, velosiped var, bir də motosiklet var. Velosiped azdırsa x yazıram, motosiklet çoxdursa 2x yazıram. Bunlar necə hərəkətlər qarşı-qarşıya? X-dan 2x-i topladım, vurdum zamana 3 saata, bərabərdir 252 çıx 72. Yəni, ümumi məsafədən 72-ni çıxdım. 3x vurulsun 3 bərabərdir. 252-dən çıxıram 72-ni. Elədir 180. 9x bərabərdir 180, x bərabərdir 180 bölünsün 9. Neçədir? 20 eləmiş oldu. Deməli, velosipedçinin sürəti 20-dir. Motosikletçinin sürəti 2 vur 20 bərabərdir 40-dır. Doğru cavabımız olur. Hər birinin sürəti 20 və 40. 5-ci sual. Ata işə 60 dəqiqəyə gedir. Saat 8:30-da evdən çıxan ata yolun 4/3 hissəsini getdikdən sonra. Bizim yolumuz var. Baxın, 2025-in imtahan suallarındandır və hər il imtahana mütləq saat məsələsindən bir sual düşür. 60 dəqiqə gedə bilir. 8:30-da evdən çıxır. Yazdım bura 8:30. 60 dəqiqə gedə bilir. Yolun 4/3 hissəsini gedir. 60-ın 4/3 hissəsini tapıram. 60-ı 4-ə böldüm 15, 3-ə vurdum 45. Yolun 1, 2 və 3. 4-dən 3-ünü gedir neçə dəqiqəyə? 45 dəqiqəyə. Bunu birbaşa bütöv xətt kimi göstərək. Buradan bura qədər 45 dəqiqəyə gedir. Yazdım bura 45 dəqiqə. Birdən yadına düşür ki, evə qayıtmalıdır. Təbii ki, getdiyi yolu yenidən 45 dəqiqə ərzində evə qayıdacaq. Üstəgəl 45 dəqiqə. Üstəgəl 15 dəqiqə evdə vaxt itirir. Nəyisə axtarır. 15 dəqiqə. Və ondan sonra ata işə çatır. Yəni evdən çıxır və işə çatır. Bu o deməkdir ki, ata işə çatmaq üçün evdən çıxandan sonra 60 dəqiqə vaxt keçməlidir də. Deməli 45 dəqiqə getmişdi, 45 dəqiqə qayıtdı, 15 dəqiqə evdə vaxt itirdi, 60 dəqiqədə təzədən işə getdi. Bərabərdir. Bunların hamısını toplayaq. 45, 45, 15 və 60. 165 dəqiqə edir. Bu da 2 saat 45 dəqiqədir. Deməli 8:30-dan 2 saat 45 dəqiqə sonra ata işə çatacaq. Bu da eləyir 10 saat 75 dəqiqə. 75 dəqiqə bilirsiniz ki, 1 saat 15 dəqiqə deməkdir. 11 saat 15 dəqiqə olacaq. Cavabımız oldu 11-15. E variantı bizim cavabımızdır. Keçdik 6-cı sualımıza. 6 il əvvəl Elvinin yaşı Aysunun yaşının 3 dəfə çox idi. Elvinin indiki yaşı Aysunun 4 il sonraki yaşından 2 vahid çox olduğu məlumdursa, Elvinin indiki yaşını tapın. Deməli 6 il əvvəl, gəlin yazaq, 6 il əvvəl Elvin var idi, bir də Aysun var idi. Aysundan 3 dəfə çox idisə, Aysun x, Elvin 3x idi. Bəs indi necədir vəziyyət? İndi Elvin 6 yaş böyüyüb, 3x üstəgəl 6 olub. Aysun da lazım olsa, Aysun da 6 yaş böyüyüb, x üstəgəl 6 olub. Bəs 4 il sonra nə baş verir? 4 il sonradan danışsa, 4 il sonrası, Elvin indiki yaşından 4 yaş böyüyüb 3x üstəgəl 10 olub, 6-nın üstə 4 gəldim. Aysun da indiki yaşından, Aysun 4 yaş böyüyüb x üstəgəl 10 olub. İndi deyir, Elvinin indiki yaşı, yəni 3x üstəgəl 6. Aysunun 4 il sonraki yaşından, yəni x üstəgəl 10-dan.
2 vahid çoxdur. Elvin çoxdursa Aysun azdır. Az olan üstə 2 gəldim, çoxa bərabərlədim. Qutarda 3x çıx x bərabərdir. 10-dan 2-ni toplayıram 12 çıx 6, 2x 6-ya x bərabərdir 3-ə. X-imizin qiyməti 3-ə bərabərdir. Bizdən Elvinin indiki yaşını soruşur. 3 vurulsun 3 üstəgəl 6, yəni 9 üstəgəl 6 eləyəcək 15-ə bərabər. Elvinin yaşı C variantı 15-dir. Düzbucağının uzunluğu 12x üstəgəl 18 cm, perimetri isə 300 cm-dir. Bu düzbucağının uzunluğu ilə eninin fərqinin 6 cm olduğu məlumdursa, eninin rəqəmləri cəmini tapın. Bu sual tipi 2023-cü ildə imtahanda olmuş sual tiplərindəndir. Düzbucağının uzunluğu 12x üstəgəl 18, perimetri isə 300-dür. Bu düzbucağının uzunluğu ilə eninin fərqinin 6 cm olduğu məlumdursa, eninin rəqəm cəmini tapın. Bu sualı imtahanda da verəndə bu formada vermişlər. 2023-cü il bilirsiniz ki, ən çətin il olub və həmin ildə olan sualda əslində sualın rahat bir yolu var. Heç bundan istifadə eləmədən də sualın cavabını tapa bilərik. Biz düzbucağının eninə A hərfi deyək, uzunluğuna B hərfi deyək. Perimetr nədir? A üstəgəl B vur 2. Düzbucağının eni və uzunluğunu toplayıb 2-yə vuranda perimetri alınır. Buradan da məlum olur ki, A üstəgəl B 150-dir. Yəni 300-ü 2-yə böldüm. Bir də bizə yazıb ki, A çıx B-nin fərqi də 6-dır. Yəni biri enidir, biri uzunluğu. İndi A uzunluq olsun, B eni olsun ki, böyükdən kiçik çıxar. Yəni cəmi 150 fərqi 6-dır. Biz də burada sistem tənliq qaydasından, ibtidai sinif qaydasından keçid edək. 2 ədədin cəmi və fərqi verilibsə, böyük ədədi soruşsa, ədədləri topla bölü 2, yəni cavabları topla bölü 2. Yox, əgər kiçik ədədi soruşsa, cavabları çıxıb 2-yə böləcək. Bizdən enin istəyir. Yəni 150-dən çıxacam 6-nı, alınan cavabı böləcəm 2-yə. 72. Gəlin uzunluğu da tapaq, inciməsin bizdən. 150 üstəgəl 6 bölünsün 2. Elə də 78. Eni 72-dir. Onun da rəqəmləri cəmi 9 olacaq. 7 üstəgəl 2, 9. 8-ci sual. Su çəninin tutumu 360 litrdir. Çənin altda 5 hissəsi doludur. Bu çənin 3-də 2 hissəsinin dolu olması üçün neçə litr su boşaldılmalıdır? Bax, 360 litrlik çənin 6-da 5-i doludur. 360-ın 2024-də olmuş sual tipidir bu. 6-ya böldüm, 5-ə vurdum. Elə də 300 litr doludur. Yazdım bura dolu. Bizə deyir ki, çənin 3-də 2-si dolu olsun. Yəni ellər ki, 360-ın 3-də 2 hissəsi dolu olsun. 360-ı böldüm 3-ə, vurdum 2-yə. Yəni 240 litr dolu olsun. 300 litrdən 240 litr su qalmağı üçün neçə litr su boşaltmalıyam? 60 litr su boşaltmalıyam. Qutardım. 9 A bölünsün 8 bərabərdir 11 qalıq B. Qalıqlı bölməsində bölünən adda ala biləcəyi ən böyük ədədin rəqəmləri hasili. Biz ədədi 8-ə bölürüksə, qalıq ən böyüyü 7 ola bilər. Çünki qalıqlı bölmədə bölən qalıqdan böyükdür. Və yaxud da qalıq böləndən kiçikdir. Deməli, bura 8-dirsə, bölən qalıq 7-dir. Qalıq 7-dirsə, A-nı tapaq. A bərabər 8 vur 11, üstəgəl 7. Ən böyük qiyməti 8-i 11-ə vuracam, 88. Üzərinə 7 gələcəm, 95 eləyəcək. 95-in rəqəmləri hasili. 9 vur 5, 45. Cavab oldu C. 10-cu sual, baxaq 10-cu suala. Bərabərsizliyin ən böyük natural həlli ilə ən kiçik natural həllinin hasilini tapın. 31. Gəlin belə eləyək. Üstəgəl 4 varsa qısa yoldan gedək. Çıx 4 yazıram hamısına. Çıx 4, çıx 4. Nə görürəmsə tərsini təkrarlayıram. 31-dən çıxacam 4-ü. Eləyəcək 27 kiçikdir 5x. Kiçikdir bərabərdir. 51-dən çıxacam 4-ü. Elədir 47. Hər birini 5-ə bölürəm, çünki vur 5-in tərsi böl 5-dir. Hamısını 5-ə böldüm. 27-ni 5-ə böləndə 5 qalıq, kiçikdir x, 5-lər getdi. Kiçikdir bərabərdir. 47-ni 5-ə böləndə təbii ki 9 qalıq qalır. 9 və qalıq. Ümumiyyətlə, qalıqlı misallarda aşağıda bərabərlik olsa da, olmasa da misal eyni formada həll olunur. Bunu bir qırağa yazın. Əgər qalıq qalıbsa, bərabərlik üzr istəyirəm, işarəsi olsa da, olmasa da olmamış kimi hesablayacaq hər zaman. Bunu bərabərsizlik dərslərini açıb daha yaxşı anlaya bilərsiniz ki, niyə belə edirik. 5, 6, 7, 8, 9, bu da 10. 5 qalıq hardadır? 5-dən 6 arasındadır. 9 qalıq hardadır? 9-dan 10 arasındadır. Qutardı. Bu nöqtələri birləşdir. Bu düzbucağlının içərisində hansı ədədlər varsa, o ədədlər x-in ala biləcəyi natural qiymətlərdir. Bizdən ən böyük həllini istəyir 9, ən kiçik həllini istəyir 6, hasilini istəyir 9 vur 6, 54. D bizim cavabımızdır. 11. Eni 12 metr, uzunluğu 20 metr olan hovuzu təmizləmək üçün bir gündə hər 80 kub metr suya 320 qram xlor tökülür.
2 gündə 3840 qram xlor işlənibsə, hovuzun hündürlüyünü tapın. 2 gündə nə qədər işlənib? 3840. Bəs gündəlik bu hovuza nə qədər tökülür? 3840-ı bölərəm 2. 1920. Bir gündə 1920 qram xlor tökülür. Mən də bilirəm ki, 80 kub metr, 80 kub metr suya 320 qram xlor tökülə bilir. 80 kub metrə. Bəs görəsən 1920 qram hansı həcmli suya tökülüb? Mən bunu axtaracağam. Çarpaz vuracağım. Bu sualda 2024'də olmuş imtahan sualdır. 1920'ni vuracağım 80'ə. Alınan cavab böləcəm 320'yə. Neçə elədir? 480 elədir. Deməli bizim hovuzumuzun həcmi 480 kub metrdir. Hovuzun eni 12 metr, uzunluğu 20 metr, hündürlüyü yoxdur. En uzun hündürlüyü vuranda da həcm verir 480. Qutardı. Bu da eləyir 240 vur hündürlük 480. Hündürlük bərabərdir 2 metr. Cavab oldu A. 12-ci sual. 2 ədədin cəmi 182'dir. Yazıram A, üstə gəlsin B bərabərdir 182. Təbii ki, birinə x, digərinə 182 çıx x də yaza bilərsiniz. Eyni şeydir. Böyük ədəd A olsun. A ədədini B-yə, böyük ədədi kiçik ədədə bölsək, natamam qismət 4, qalıq isə 7 alınır. İndi sual verirəm. Deyin görüm A-nın ifadəsini necə taparsınız buradan? Yəni bölünəni tapmaq üçün neyinirsiniz? Böləni qismətə vurub üzərinə qalığı gəlirsiniz. Yəni əvəz elədikdə A bərabərdir 4B üstə gəl 7. Gətirib bunu A-nın yerinə qoyuram. 4B üstə gəl 7 üstə gəl B bərabərdir 182. 4B ilə B-ni toplayıram 5B bərabərdir 182-dən 7 çıxacam. 182 çıx 7 elədi 175. B də bərabərdir 175'i bölürəm 5'ə. Neçə elədi? 35 elədi. Ədədlərdən biri 35'dir. Digəri soruşsa 182'dən 35'i çıxaram. Məndən kiçiyi soruşur. Təbii ki, bu kiçik olan 35'dir. Rəqəmləri cəmini tapın deyir. 35'in rəqəm cəmi 8'ə bərabərdir. A yazanlar doğru cavabı yazıblar. Bu arada bizim qruplarımıza qoşulmaq üçün 055 527 25 99 WhatsApp nömrəsinə yaza bilərsiniz. 13-cü sualımız. Bakı vaxtı ilə saat 8:00-da uçuşa qalxan təyyarə 2 saat sonra İstanbula eniş edir. Bakıdan qalxır 8:00-da. Hər şeyi Bakıya görə hesablayacağım. 2 saat sonra İstanbula eniş edir. Saat oldu 10, amma Bakı vaxtı ilə. 4 saat İstanbulda gözlədi. Saat oldu 14, amma Bakı vaxtı ilə. 5 saat İstanbul-London reysi ilə uçdu. 14:00-dan 5 saat sonra 19:00, amma Bakı vaxtı ilədir bu. London vaxtı ilə təyyarə saat neçədə eniş etdi? Deyir Londonda 9 olanda Bakıda 12 olur. Baxın, Bakı saatı ilə 19'da enmişik. Bizə London saatı lazımdır. Bu da bizə deyir ki, Londonda 9 olanda Bakıda 12 olur. Deməli, Bakının saatından 3 çıxanda Londonun saatı alınır da. 12'dən 9 arasında 3 fərq var. Bakıdan 3 çıxanda London alınırsa, mən də burada Bakıdan 3 çıxaram, London saatını alaram. Cavab oldu A. 14. Düzbucağının eni 6 santimetrdir. Bu figurun uzunluğunu 6 santimetr artırsa, perimetri 60 santimetr olar. Uzunluğu artırılmış figurun sahəsini tapın. Baxın, bax, düzbucağının eni 6 santimetrdir. Bunun eni 6 santimetrdir. Bu figurun uzunluğunu 6 santimetr artırsa, uzunluğunu artırırıq da bunu 6 santimetr, düzdür. Enini artırmırıq ki, eni ala 6 qalır. Uzunluğunu 6 santimetr artırsaq, artırdım. Əvvəl məsələn x idi, indi x üstə gəl 6 oldu məsələn. X üstə gəl 6. Deyir ki, perimetri 60 olar. P bərabərdir 60 olar. Uzunluğu artırılmış figurun sahəsini tapın. Əvvəlcə gəlin biz burada tərəfi tapaq, sonra sahəni taparıq. Deməli, mən bilməliyəm ki, eni 6'dırsa, uzunluğu x üstə gəl 6'dırsa, toplayıb 2'yə vuranda perimetri 60 eləyəcək. Buradan da 6, 6, 12 üstə gəl x, 60'ı 2'yə böldüm 30, x bərabərdir 18. Deməli, bunun uzunluğu 18 üstə gəl 6, 24'dür. Düzbucağının eni 6'dır, uzunluğu 24'dür. Mən də 6 santimetri vuracam 24 santimetrə, bərabərdir 144 santimetrin kvadratı olmuş olacaq. İndi variantlarda 144 santimetr kvadratını tapa bilmədiyimə görə bunu çevirirəm. Əgər millimetrin kvadratı olsaydı bu 100'ə vurardım. Çünki sahə vahidləri arasında 100 dəfə fərq var. Yoxdur variantlarda bu. Desimetrin kvadratı olsaydı 100'ə bölərdim. Yəni 1/144 desimetrin kvadratı olmuş olardı. Cavab oldu B. İndi burada bir uzunluğu artırılmış figurun sahəsi.
Uzunluğu artırılmış fiqurun sahəsi dedikdə birdən burada yanlış anlaşılar. 6-nı 18-ə vurarsınız. Xeyr. Yəni uzunluğu artırılmış fiqurun sahəsində, yəni bu yeni alınan fiqur nəzərdə tutulur, o gözünüzdən qaçmasın. Birdən deyərsiniz mən bunun uzunluğunu artırmışam. Xeyr, buradakı məsələdə uzunluğu artırılmış fiqur deyəndə onsuz da cavablarda da o sizə çaşdıra bilməz. Yenə də dəqiqləşdirmək istəyirəm ki, uzunluğu artırılmış fiqur deyəndə artıq budur. Yəni bunun uzunluğunu artırmışam və o yeni fiqur bu yaradır. Cavab oldu B variantına bərabər. 15. 7320 çıxılsın, 5 vurulsun, tənliyinin kökü haqqında fikirlərdən hansı doğrudur? 7320 çıxılsın, 5 vurulsun, 24 üstə gəlsin 4x, bölünsün 2, bağla bərabərdir 20. 7320-dən nə çıxsam 20 eləyər? 7300 çıxsam. Yəni 7320-dən 20-ni çıxıram. Bura eləyir nə qədər? 7300-ə bərabər. Bir mötərizə sağdan, birini soldan sildim. Baxın, həm vurma var, həm bölmə var. İkisi də eyni hüquqludursa, bərabərliyə hansı yaxındırsa, tənliyi həll edirsənsə, birinci onu məhv eləyəcəksən. Yəni, nəyi 2-yə bölsəm 7300 eləyər, 7300-ü nə edəcəksən? 2-yə vuracaqsan. Eləcək 14600. Yazdım bura, 14600-ə bərabər. 5-i nəyə vursam 14600 eləyər? 14600-ü bölürəm 5-ə, bunu böldüm 5-ə, 2920 elədi. Yazdım bura, 2920. Bir mötərizə sağdan, birini soldan 2920-dən çıxacam 24-ü. 4x bərabərdir 2896. X də bərabərdir bunu 4-ə böləndə 724. Hansı doğrudur? Rəqəmləri cəmi 15-dir. 7 üstə gəl 2, 9 üstə gəl 4, 13 eləyir. Səhvdir. Rəqəmləri hasili 54-dür. 7 vur 2, 14. 14-ü 4-ə vuranda 56 eləyir. Səhvdir. Ədəd ən kiçik 3 rəqəmli ədədin 4 mislinə bərabərdir. Ən kiçik 3 rəqəmli ədəd 100-dür. 100-ün 4 misli 400 edir. Bu da səhvdir. Rəqəmləri cəminin 2 misli 26 edir. Rəqəmləri cəmi 7 üstə gəl 2, 9 edir. Üstə gəl 4, 13 edir. Bəli, bu doğrudur. Və bunun da 2 misli 26 edir. Cavab oldu D. 16. Diqqətli olaq. Tili 5 sm olan 3 kub şəkildəki formada üst-üstə yerləşdirilmişdir. Alınan fiqurun tam səthinin sahəsini tapın. Siz bu fiqurlar birləşəndə neçə dənə üz yoxa çıxır? Bunu tapa bilsəz, sualın cavabı həll olacaq. Normalda bir kubun 6 üzü var. Burada da 3 dənə kub varsa, deməli bizdə 18 üz olmalıdır. Amma burada, baxın, bu birinci kubun, bu özünə aid olan üzü yoxdur. Gizlədilib içəridə. Eyni şəkildə ikinci kubun da özünə aid olan bu içəridəki üzü yoxdur. Yəni bunlar ki bir-birindən kəsişir bunlar ki bir-birinə kəsişir bu qırmızı xətt. Bu həm birinci kubun, yəni sağdakı kubun, həm də ikinci kubun hərəsinin bir üzünü gizlədib. Bunun bir üzü gizlədilib, bunun bir üzü gizlədilib. Yəni hələ ki 2 üz gizlədilib, əla. Yəni bir-birinə toxunan səth varsa, oranı 2 üz sayacaqsan. Sonra baxın diqqətlə. Yuxarıdakı kubunda alt oturacağı gizlədilib. Bir də alt oturacağının tutduğu sahə gizlədilib. Yəni indi deyirsiniz ki, müəllim, axı o konkret deyil, biraz bundan, biraz ondan. Nə fərqi var? Anla ki, bu kubu bura qoyublarsa, bu həm öz oturacağını itirib, gizlədilib. Həm də o oturacağı ki, bir səthi tutub aşağısında bu iki dənə fiqurun birləşməsinin üzərində olan bir səth var. O səthi tutub. Ona görə hər kəsişən səthə görə 2 dənə şey hesablayacaqsan. Bax yadına saxla. Bir, bu kəsişməyə görə hesabladıq 2 dənə. Bir də bu kəsişməyə görə. Yəni bunlar bir-birinə toxunurlarsa gizlədilir. Yəni 4 dənə üz gizlədilib. 18 üzdən 4. Bunu başa düşmək üçün 3 dənə qəndi üst-üstə qoyun və qəndi fəzadə təsəvvüründə göydə. Yəni qəndin altını da hesablayın, arxasını da hesablayın, amma bir-birinə toxunan səthlərini hesablamayın. Çünki biz qəndi stolun üstə qoymuruq da, fəzada başa düşürük bunu, fəza fiqrudur bu. Ona görə 3 dənə qəndi bu formada qoyun, sayın görüm neçə dənə üz gizlədilib. 18 üzdən 4 dənəsi gizlədilib, 14 üz qalıb. Bir üzün tili 5-dirsə, 5-i 5-ə vuran bir üzün sahəsi olur 25 santimetrin kvadratı. 14 üz olduğuna görə 14-ü vuracam 25-ə. Eləcək 350 santimetrin kvadratı. 350 santimetrin kvadratı cavablarda yoxdur. Bunu çevirirəm desimetr kvadratına, yəni 100-ə bölürəm. 3/5 desimetrin kvadratı olur. E bizim cavabımızdır. 17. Əsli 0,7 hektar sahənin, gəlin bu sahəni kvadrat metrə çevirək, biraz işimiz rahat olsun. 1 hektarımız 10.000 kvadrat metrdir. Bunun mində, görürsünüz 3 dənə ədəd var da, vergüldən sadə, bu mində 7 demək. Mində 7-sini tapıram. 1, 2, 3, 1, 2, 3 ixtisar elədim. 70 kvadrat metrdir. Qutardı.
70 kvadrat metr sahənin 0.5 hissəsi 70-i vuram 0.5-ə, yəni yarısı deməkdir. 35 kvadrat metrində kələm əkib, yazdım bura. Qalanının 70-dən 35-i getdi. Nə qədərsə qaldı? Yenə 35 kvadrat qaldı da. Qalanının 0.25 hissəsinə 35 vurulsun 0.25 bərabər. 35-i vuram 0.25-ə 8.75 kvadrat metrinə isə qarpız əkdi. Deməli, bu kələm, bu da qarpız əkdiyir. Deyir, kələm qarpızdan nə qədər çoxdur? 35 kvadrat metrdən çıxıram 8.75 kvadrat metri bərabərdir. 35-dən 8.75-i çıxanda 26,25 kvadrat metr olmuş olur. İndi bizə deyir ki, nə qədər çoxdur? Yəni, bu fərqi soruşur. Cavablarda kvadrat metrinə olan cavab uyğun gəlmədiyinə görə mən bunu başlayıram çevirməyə. Bunu desimetr kvadratına çevirmək istəsəm 100-ə vuracam. Amma desimetr kvadratını görürəm vurmayıblar, getdi. Desimetr kvadratı balacasıdır. Böyüyə çevirmək, ara çevirmək istəsəm 100-ə böləcəm. Bu ədədi kalkulyatorla 100-ə bölsəz, vergül 100-ə böldüyünüzə görə 2 vahid sola çəkiləcək. 26,25 ar olacaq. 0,10.000-də 2625 ar olmuş olacaq. Yəni D variantı. Yəni bu sual çətin deyil, amma çox diqqət tələb edəndir. Ona görə diqqətli olun ki, imtahanda da səhv yazmayasınız. 28 ədədinin natural bölənlərinin sayı ilə. Natural bölənlərin sayını tapmaq üçün biz ibtidai sinifdə bir-bir bunu yaza bilərik. Düşünürəm ki, əgər bizə belə bir sual verilərsə, bunun kiçik bir ədəd üzərindən verərlər. Necə ki, 2023-cü ildə, məsələn, kater məsələsində biz orada katerin daha sonra gedilən yolun bölənlərini tapmağı məcburiyyətinə qalmışdıq və orada biz natural bölənlərdən istifadə etmişdik. Tapıla bilən ədəd idi. Burada da 28-in natural bölənləri 28 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünmür, 4-ə bölünür, 5-ə bölünmür, 6-ya bölünmür, 7-yə bölünür. Sonra 8, 9, 10, 11, 12, 13, 14-ə bölünür. Yadınıza saxlayın, yarısına bölünəndən sonra bir də özünə bölünür. Yarısından sonra bölünəcəyi bir ədəd qalmır. Yarısına qədər nə tapdınız, tapdınız. Yarısından sonra yoxdur. Bir də olur 28. 1, 2, 4, 14, 28. Düzdür, bunun riyazi bir yolu var əslində. Riyazi yol nədir? 28-i sadə vuruqlara ayırırıq. Bu nə deməkdir? 28 yenə mən ibtidai sinifdə bu yolu tövsiyə edirəm və düşünürəm ki, sizə düşərsə rahatlıqla tapa biləcək ədəddir. Hər ehtimala qarşı bu yolu da deyirəm. İndi həyatda hər şey ola bilər. 28-i bax bölürsən 2-yə. Sadə vuruq nədir? 2-dən başlayır da. 1 nə sadədir, nə mürəkkəb. 2-yə böldün neçədir? 14. 14-ü 1 də 2-yə bölürsən. Ta ki bölünməyənə qədər davam edəcəksən. 14-ü 2-yə böldüm 7. 7 daha 2-yə bölünmür. Nəyə bölünür ən balaca? 7-yə bölünür. Qalıq da oldu 1. Bu nə deməkdir? Bu o deməkdir ki, 2-dən 2-də nədir? Yəni 2-nin kvadratı 7-dən də 1 nədir? Yəni 2-nin kvadratı 4, 7-nin üstü 1, 7 vuranda 28 eləyir. Razısınız? Bunu bu formada göstərməlisən. 2 üstündə 2 və 7 üstündə 1. Sonra natural bölünən sayını tapmaq qaydasını deyirəm. Buraya qədər ümid edirəm bir qeyri-adi bir şey eləməmişik də. 2, 2, 7. Bunu siz də hesablayıb yaza bilərsiniz. Bütün ədədlərdə, yəni o sadə vuruqları yaza bilərik. Bax, bunu qüvvət şəklində yazırıq. 2 üstü 2, 7 üstü 1. Yenə də bu qüvvət ibtidaya aid deyil deyə düşünürəm ki, orada çətinlik sizə verməzlər. Amma hər ehtimala qarşı bildirirəm. Üzərindəki ədədlər nədir? 2-dir və 1-dir. Yazdım 2 və 1. Hər birinin üzərinə hər zaman qayda budur. 1 gəlirik, hər zaman 1 gəlirik, gəldim və alınan cavabları bir-birinə vururuq. Bu oldu bunun natural bölənlərinin sayı. 3 vur 2, bu 3 eləyir, bu da 2 eləyir, 6. Həqiqətən də natural bölənlərin sayı 6-ya bərabər. Yəni bunun düsturu, riyazi yolu budur. Amma ibtidaidə bunu özünüz tapa biləcəyiniz ədəd olacağını düşündüyümə görə elə özünüz tapa biləcəksiniz. Nəysə, natural bölənlərinin sayı 6 oldu. Bax, bir tapdım, heç düsturu bilməsən də bu sualı yaza bilirsən. Natural bölənlərin sayı oldu 6. Rəqəmləri müxtəlif, ən böyük 3 rəqəmi cüt ədədir. 6 ilə rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmi cüt ədəd 986-dır. Cütlüyür axı. Topladım. 6 üstə gəl 986, 992 elədi. Bunu yazdım bir qırağa, bu qalsın. Deyir ki, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 6000 alınan. Yüzlüyə qədər deyirsə 100-ü bölürəm 2-yə eləyir 50. Ən kiçiyini soruşduğuna görə 6000-dən çıxıram 50-ni. Qayda bilət də 5950. Ədəddən nə qədər azdır deyir. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 6000 alınan ən kiçik ədəd 6000 özündən bir daha deyirəm 100-ün yarısını 50-ni çıxıram 5950. Nə qədər azdır deyir. 5950-dən 992-ni çıxacam. Nə qədər az olduğunu tapmış olacam. Deməli 5950 çıx 992. 4958.
4958. Doğru cavabımız oldu A variantla bərabər. 19. Torbaya həndəsə fiqurlar yığan Samir 450-nin 1/3 hissəsi qədər üçbucaq yığdı. Deməli, üçbucaqların sayı 450-nin 1/3 hissəsidir. 450-nin 1/3'ni tapıram. 150'li bu sual diqqət tələb edən bir sualdır. Diqqətli olun. Çətin deyil, amma diqqət tələb edir. Üçbucaqların sayı 150'dir. Sonra deyir ki, 0.2 hissəsi 46 olan ədəd qədər kvadrat. Kvadratdan sayı 0.2 hissəsi 46 olan ədəd. 10'daki hissəsi 46 olan ədəd tapmaq üçün 46'nı 2'ye bölüb ona vururam. Hissəsinə görə ədəd tapdım. Bu deyir 230. 230 dənə kvadrat. Daha sonra 4 misli 16 olan ədəd qədər düzbucaqlıyıdır. 4 misli 16 olan ədəd nədir? Nəyin 4 misli 16'dır? 16'nı bölürəm 4'e, elə də 4. 4 misli 16 olan ədəd 4'dür. 4 dənə də düzbucaqlıyıqdır. İndi deyir, Samirin torbaya yığdığı ümumi fiqur sayı ilə. Ümumi fiqur sayı 150, 230 və 4'dür. 150, 230 və 4. Yəni 384-dən ən vacib hissəyə gəlirik. Hamının qaza gəldi. Hamının deməyək, əksər müdafiədən qaza gəldiysə, torbaya yığdığı ümumi fiqur sayı ilə torbadakı düzbucaqlı formasında olan fiqurların. Düzbucaqlı formasında neçə fiqur var? Demək ki 4'dür. Bax, çox inciyərəm, həqiqətən. Bax, inciyərəm. 4 demə inciyərəm səndən. 4 deyil axı əzizim. Düzbucaqlı formasında olan fiqurların sayı 234'dür. Bəli. Demişik, kvadrat həm də düzbucaqlıdır. Bax, budur məsələnin o açar hissəsi, qorxuducu hissəsi. Sən əgər indiyə qədər həndəsə PDF-ni oxumamısansa, o düzəltdiyim PDF-i sənin üçün, nə deyim? Heyf mənim əziyyətindən, hayf. Bax, 230 dənə kvadrat var, 4 dənə düzbucaqlı var. Sən qaydanı bilməlisən ki, bu həm də düzbucaqlıdır. Riyaziyyatda bu fiqura düzbucaqlı da deyirlər. Çünki düzbucaqlının xüsusi halıda bu bütün tərəfləri bərabər olduğuna görə buna bir ad qoyublar, kvadrat. Əslində bu, yəni əslən kökən düzbucaqlıdır. Ona görə biz burada deyirik ki, 234 dənə düzbucaqlı var. Bəli, düzbucaqlı formasında fiqur var. 234. Bunların da cəmini istəyir. Qutardı. 384 üstə gəl, 234. Əlbəttə ki, çətin sual deyil, amma diqqət tələb edən və qayda tələb edən sualdır. 20-ci sualımıza baxaq. Axın ilə sürəti 20 km/saat olan kater. Baxın, mən bunu qayda kitabında da, qayda dəftərində də hər zaman yazdığında bura ulduz qoyuram ki, müdavimləri çaşdırmasın bu. Axın ilə sürəti deyəndə, yəni kater üstəgəl çay nəzərdə tutulur. Kater üstəgəl çay 23'dür, çayın sürəti 3'dür. Deməli, mən 23'dən 3'ü çıxacam, katerin öz sürəti, normal sürəti tapacam 20'dir. Katerin normal sürəti 20 km/saatdır. Bəli. Göldə 4 saat getdikdən sonra Göldə 4 saat hərəkət edibsə, katerin sürətini vuracam zamana, tapacam 80 km bizim cavabımızdır. Cavabı metrlə istədiyinə görə 80 km yox, 80.000 metr olacaq. A variantı bizim doğru cavabımızdır. Belə icralarımız sizlər üçün imtahana qədər bu şəkildə ödənişli sınaqlarımızı paylaşacağıq. Əgər sınaqlardan yararlanmaq istəyirsinizsə, videonu rəy bölməsinə üstəgəl qoyun və nəticənizi qeyd etməyi unutmayın. Sağ olun, növbəti dərsdə görüşərik. Həlləlik.